hələ ki hərəkətimizi bu zolaqla da davam etdiririk. Leyla, bu zolaqla səni belə deyim də hərəkət etdirməyimdə səbəb var. Əslində biz sol zolaqla da hərəkət edə bilərdik, soldan ikinci zolaqla da hərəkət edə bilərdik. Bu zolaqda sıxıntı çoxdur. Ona görə səni bu zolaqla hərəkət etdirirəm. Problem nədən ibarətdir? Bax, sağ tərəfdə olan sürücülər hamısı o yolun, yəni sağ zolağın boşluğunu görüb, həmən o boşluqdan istifadə edən sürücülərdir. Bax vəziyyətə. Yəni o yolu sağ zolaqla gəlirlər. Bura çatanda artıq bu zolağa keçirlər. Sən bu vəziyyətdə artıq məcbur qalırsan ki, həm qarşıda gedən avtomobillə ara məsafəsini qoruyub saxlayasan və də daha az saxlayasan, eləcə də sağdan gələn təhlükələrdən özünü qoruyasan. Yəni, əslində biz daha, yenə də deyirəm, rahat zolaqla hərəkətimizi davam etdirə bilərdik sol zolaqla. İndi çalış ki, ara məsafəsini az saxlayasan. Dönmə siqnalını yandıran sürücülərə imkan daxilində şərait yaratmağa çalış. Burax əyləci qızım. Bax, sənin saxladığın ara məsafəsinə görə, bax, sağındakı sürücü keçəcək. Yox, şərait yarat, qoy keçsin. Çünki qarşıda, bax, kamera var. Görsən? Burada artıq o düz xəttin tələbini pozan sürücülər avtomatik olaraq cərimələnir. İndi lap uzağa bax, Leyla. Bu zolaqda görürsən, bu avtomobil keçsin, qəza baş verib. Ona görə də bu zolaqda sıxlıq var. Onu indidən görməlisən. Yəni, uzağa baxıb, öncədən baş ver. Nə gələcək onu bilməlisən. İndi solu yandır. Bax, gör, sol güzgüdə kimsə yoxdur ki. Maili şəkildə yavaş-yavaş yana, sola kifayət elədi. Artıq rol döndərmə və arxadan gələn də xanım sürücüdür. Solu yandır. Qaz ver, o sənə yol verdi. Sağ olsun. Söndür. Davam edə. Artır sürəti qızım. İndi sağ güzgüyə bax. Bax, sağdan gələn Kamaz da sənin zolaqla keçməyə məcburdur. Qaz ver, sən keç ki, o da keçsin. Artır sürəti. Məhz bu səbəbdən dolayı mən sizlərə daima tövsiyə edirəm ki, mümkün olduğu qədər uzağa və geniş baxın. Hətta bunu ilk dərsdə qızıl qayda olaraq sizə 3 qızıl qaydadan birincisi məhz uzağa və geniş baxmaqdır deyə aşılayıram. Səbəbini də hər addımda özün biləcəksən.